Salam aleykum. İndi isə biz başlayaq. Yəni ikinci kitabın birinci dərsinin tapşırıqlarına. Əd-dərsul əvvəlu birinci dərs. Biraz böyüdək. Deməli, Həşimlə müəllim arasında dialoqdur. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Yəni Allahın rəhməti və bərəkəti üzərinizə olsun. Və aleykum əssəlamu və rəhmətullahi və bərəkətuhu. Yəni sizin də üzərinizə Allahın rəhməti və bərəkəti olsun. Keyfə halukə ya ustazu. Halın necədir ey müəllim? Ləalləkə bi xeyrin. Yəni ləallə kəsdi ümid edirəm mənasında istifadə olunur. Əgər özündən sonra xəbər xoşa gələn olarsa. Ümid edirəm sən yaxşısan. Əlhəmdülillah. Allaha həmd olsun. Keyfə halukə əntə ya Həşim. Deyir ey Həşim, sən yəni deyir, sənin halın necədir? Ənə uhibbukə kəsiran ya Həşimu. Yəni deyir ki, mən deyir, səni çox sevirəm ey Həşim. İnnəkə talibun zəkiyun və müctəhidun və zu xuliqin. Deyir, həqiqətən sən zəkalı, çalışqan və əxlaqlı tələbəsən. Əmin Bəkistənə əntə əm minəl hindi ya Həşimu. Deyir, ey Həşim, sən Pakistandansan, yoxsa Hindistandan? Burada əm keçmişdi, yəni yoxsa kimi tərcümə olunur. İnni minəl hindi. İnni, yəni həqiqətən mən minəl hindi, Hindistandanam. Və zəmilukəlləzi xarəcə məəkəl əl-ənə minəl fasli və huvə əydan minəl hind. Deyir ki, sənin yoldaşın, yəni hansı ki, indi deyir səninlə birlikdə, buradan götürsək biz, deyir indi sənin, yəni indi deyir sinifdən çıxan, səninlə birlikdə deyir sinifdən çıxan yoldaşın, deyir o da deyir həmçinin Hindistandandır. Lə innəhu min Pakistan. Xeyr, həqiqətən o Pakistandandır. İnnə səatəkə cəmilətun ya Həşim. Eydir Həşim, sənin həqiqətən sənin saatın gözəldir. Minəl yəbəniyyə. Deyir o, yəni Yaponiyadandırmı? Lə innəhə minəl hindi. Xeyr, həqiqətən o Hindistandandır. Əğaliyyətun hiyyə əm raxisatun. Deyir o bahadır, yoxsa ucuz? İnnəhə raxisatun ciddən. Həqiqətən o olduqca ucuzdur. İnnəhə bimiyyəti rubiyyətin fəqat. Deyir həqiqətən o da ki raxisatına görə, yəni saata görə, yəni innəhə dedi. Həqiqətən o 100 deməli rupiyədir. Kəm əxan ləkə ya Həşim. Ey Həşim, sənin qardaşın varmı? Gələk ikinci aşağıdakı dialoqa. Li sələsətu ixvatin. Bəli, mənim 3 qardaşım var. Deməli, ətulləbun hum. Onlar tələbədirlərmi? Lə. İnnəhum tüccərun. Xeyr, həqiqətən onlar tacirdirlər. Və kəm uxtən ləkə. Sənin bacın varmı? Li ərbəu əxəvatin. Bəli, mənim 4 bacım var. Əfil hindi hunnəl əl-ənə. Deyir, indi onlar Hindistandadılarmı? Lə innə hunnə bil mədinətil münəvvərəti mə'a əbi və ummi. Xeyr, həqiqətən onlar Mədinə Münəvvərədə, yəni burada Mədinə Münəvvərədə atam və anamla birlikdədir. Talibətun hunnə. Onlar tələbədirlərmi? Lə innə hunnə müdərrisətun bil mədrəsəti sənəviyyəti. Deyir, həqiqətən onlar müəllimədir. Yəni bilmədiyin mədrəsəti sənəviyyəti orta məktəbdə. Bu bizim mətnimizdir. İndi burada aşağıdakı suallara uyğun cavablar verəcək.
İndi isə bu aşağıdakı sualları mətnə uyğun cavablandıraq. Min əynə Həşimun? Həşim haradandır? İndi o Birləşmiş Ştatlardan idi də, olacaq huva minəl vilayətil muttəhidəti. İkinci sualda yuhibbuhul müdərrisu? O müəllimini sevirmi? Deyə bilərik qısa olaraq nəam yuhibbu. Sonra üçüncü sualda min əynə səatuhu? Onun saatı haradandır? Biz də ona deyirik ki, mətnə uyğun onun saatına baxaq. Görək saatında nə deyirdi? Deməli, deyir ki, lə innəhə minəl hindi. Yəni, həqiqətən o Hindistandandır. Yəni, saatı Hindistandandır. Sonra bikəm hiyə, onun qiyməti neçədir? Burada vermişdi. İnnəhə bi miəti rubiyyətin. Yəni, həqiqətən onun saatı 100 rupidir. Sonra 5-ci sual. Deyir ki, kəm əxən ləhu? Onun neçə qardaşı var? Onun deməli 3 qardaşı var idi. Ləhu sələsətu ixvatin. Sonra kəm uxtən ləhu? Onun neçə bacısı var? Deyirik ki, ləhu, onu səhv etmiriksə, deməli neçə bacısı var idi? 4 bacısı. Ləhu ərbəu əxəvatin. Onun 4 bacısı var. Əynə əxəvatuhu? Onun bacıları haradadır? Deməli innəhunnə deməli bil mədinətil münəvvərəti mə'a əbi və ummi. Yəni atası və anası ilə birlikdə Mədinə Münəvvəradadır. Bu sualların cavabı idi. Sonra aşağıdakı tapşırıqda nə deyir? Burada deyir doğru cümlələrin qarşısında sahihun, səhv cümlələrin qarşısında isə xataun qoyun. Qoyaq. Deməli, birinci nədir? Həşimun talibun kəslənu. Həmid deyir ki, deməli tənbəl tələbə idi. Həmid tənbəl tələbə idi. Deyirik ki, lə həşimun talibun müctəhidun və yaxud da ki, xataun deyə bilərik. Həşimun talibun müctəhidun. Deyir, Həmid çalışqan tələbədir. Həzə sahihun, bu doğrudur. Sonra səatuhu raxisatun. Deyir, onun saatı bahadır, xeyrir. Bir dəqiqə deyir, onun saatı ucuzdur. Bəli, sahihun olacaq. Səatuhu qaliyyətun. Onun saatı bahadır. Lə xataun. Sonra səatuhu bi əlifi rubiyyətin. Deyir, onun saatı 1000 rupiyədir. Xeyir. Yəni, lə xataun. Səatuhu bi miəti rubiyyətin. Onun saatı 100 rupiyə idi. Həzə sahihun. Sonra əxəvatuhu bil mədinətil münəvvərəti. Onun deyir, bacıları Mədinə Münəvvəradadır. Həzə sahihun. Bu doğrudur. Əxəvatuhu bil hindi. Onun bacıları Hindistandandır. Lə xata. Sonra 3-cü çalışmada nədir? İnnə və onun bacıları haqqında verir. Yəni, burada innəni biz birləşik şəxs əvəzliklərindən istifadə edərək tərcümə edək. Məsələn, innə, sonra huvanı verir. Biz bunu birləşdirəndə innəhu, həqiqətən o. Sonra innə hiyə ilə birləşdiririk. İnnəhə, həqiqətən o qadın cinsində. Sonra innə əntə ilə verir. İnnəkə, həqiqətən sən, qadın kişi cinsində. İnnə, sonra ənti ilə verir. İnnəki, həqiqətən sən, qadın cinsində. İnnə, sonra ənə ilə verir. Həqiqətən, yəni innəni, həqiqətən mən, həm kişi, həm qadın cinsində. Sonra innəhum, onlar, yəni deyirik ki, həqiqətən onlar innəhum. Sonra innə, sonra hunnə ilə birləşdirir qadın cinsində. İnnəhunnə, həqiqətən onlar. İnnə əntum. Yəni, həqiqətən siz desək, innəkum. Sonra innə əntunnə, qadın cinsində, həqiqətən innəkunnə, həqiqətən siz. İnnə nəhnuna birləşdirəndə innənə və yaxud da innə, həqiqətən biz. Sonra, aşağıdakı 4-cü çalışmada bizə cümlələr verir və innəni bu cümlələrə daxil etməyimizi istəyir. Başlayaq. Huva təcirun, o tacirdir. Mən desəm ki, indi həqiqətən o tacirdir. Olacaq innəhu təcirun. Həqiqətən o tacirdir.
Sonra ənə talibun. Mən tələbəyəm. Desəm həqiqətən mən tələbəyəm. Olacaq innəni talibun. Sonra üçüncüdə hum minəl yəbəni. Onlar Yaponiyadandır. Deyirəm ki, innəhum minəl yəbəni. Həqiqətən onlar Yaponiyadandır. Əntum əskiyəu. Siz zəkalısınız. İnnəkum əskiyəu. Həqiqətən siz zəkalısınız. Hiyə mutəzəvvicətun. O evlidir qadın cinsində. Deyirəm innəhə mutəzəvvicətun. Həqiqətən o evlidir. Nəhnu muslimun. Biz müsəlmanlarıq. Olacaq innənə muslimunə. Həqiqətən biz müsəlmanlarıq. 7-cidə əntunnə müctəhidətun. Həqiqətən siz çalışqansınız. Bu qadın cinsindədir. Deyirəm ki, innəkunnə müctəhidətun. Həqiqətən siz çalışqanlarsınız. Hunnə muslimətun. Onlar müsəlmandırlar. Bu da qadın cinsində verir. İnnəhunnə muslimətun. Həqiqətən onlar müsəlmanlardır. Əntə raculun ğaniyyun. Sən varlı kişisən. İnnəkə raculun ğaniyyun. Həqiqətən sən varlı kişisən. Ənti zəkiyyətun. Sən zəkalısan. İnnəki zəkiyyətun. Həqiqətən sən zəkalısan. 5-ci çalışmada nümunələr verir və sonra innəni daxil edib nümunələri bizə izah edir. Məsələn, əl-müdərrisu cədidun. Müəllim yenidir. Fikir verin, əl-müdərrisu sözünün qarşısında innə yoxdur və əl-müdərrisu oldu. Amma innə daxil olarkən innəl-müdərrisə cədidun. Artıq innə təsir etdiyinə görə əl-müdərrisə oldu. Həqiqətən müəllim yenidir. Fatimətu tabibətun. Fatimə yenidir. Fatimə tabibətun tələbədir. Deməli, bir dəqiqə. Fatimətu tabibətun. Fatimə həkimdir. Sonra innə Fatimətə tabibətun. Həqiqətən Fatimə həkimdir. Həmidun mutəzəvvicun. Həmid evlidir. İnnə həmidən mutəzəvvicun. Həqiqətən Həmid evlidir. Fatimə tənvin qəbul etmədiyinə görə sadəcə bir fəthədə istifadə olundu. Muhammed tənvin qəbul etdiyinə görə 2 fəthə ilə əvəz olundu. Sonra aşağıdakı cümlələrdə innə yenə ədatını daxil edirik. Deməli, birincidə bu tərəfdən böyüdək. Əd-dərsu səbu. Dərs çətindir. İndi desəm həqiqətən dərs çətindir. Olacaq innə dərsə səbun. Həqiqətən dərs çətindir. Sonra əs-səyyəratu cəmilətun. Maşın gözəldir. İnnəs-səyyərətə cəmilətun. Həqiqətən maşın gözəldir. Əl-Qur'anu kitabullahi. Quran Allahın kitabıdır. İnnəl Qur'ənə kitabullahi. Həqiqətən Quran Allahın kitabıdır. Muhammedin sallallahu aleyhi və səlləm Rəsulullahi. Muhammed sallallahu aleyhi və səlləm Allahın rəsuludur. İnnə Muhammedən Rəsulullahi sallallahu aleyhi və səlləm. Həqiqətən Muhammed sallallahu aleyhi və səlləm Allahın rəsuludur. Əminətu talibətun. Əminə tələbədir. İnnə əminətə talibətun. Həqiqətən Əminə tələbədir. Əl-lüğətul arabiyyətu səhlətun. Ərəb dili asandır. İnnəl-lüğətəl arabiyyətə səhlətun. Həqiqətən ərəb dili asandır. Çünki innə həm lüğət sözünə təsir elədi, həm də ərəb dilinə təsir elədi. Çünki onun sifətidir. Sonra 7-cidə həzihi səatu qaliyyətun. Bu saat bahadır. Deməli, innə həzihi səatə qaliyyətun. Həqiqətən bu saat bahadır. Bilalun qaniyyun. Bilal varlıdır. İnnə bilələn qaniyyun. Həqiqətən Bilal varlıdır. Əl-mudiru fil fasli. Müdir sinifdədir. İnnəl mudira fil fasli. Həqiqətən müdir sinifdədir. Əl-mə'u bəridun. Su soyuqdur. İnnəl mə'ə bəridun. Həqiqətən su.
Növbəti çalışmamızda deməli bizdən nə istəyir? Əmlə bağlıdır. Biz qaydada izah elədik ki, əm yoxsa mənasını izah edir, yəni mənasını verir. Məsələn, minəl hindi əntə, əm min Pakistana. Deyirsən Hindistandansan, yoxsa Pakistandan? Tabibun əntə, əm mühəndisun. Sən həkimsən, yoxsa mühəndis? Tapşırıqlarını işləyək. Biz də bu qaydada cümlələri quraq. Əntə verir, müctəhidun verir, bir də kəslənu verir. İndi desəm ki, sən çalışqansan, yoxsa tənbəl, bu zaman deyirəm. Əm müctəhidun əntə, əm kəslənu. İkincidə hiyə verir, sinun verir, bir də əliyəbənu verir. Neyinə indi? Deyək ki, sinu, hiyə, əm, sonra deyirik ki, əliyəbənu. Sən Çindənsən, yoxsa Pakistanlı, daha da sən Çinlisən, yoxsa Pakistanlı. Sonra əntə, tabibətun, mümərridatun. Deyirik, tabibətun, əntə, əm mümərridatun. Sən deməli həkimsən, yoxsa tibb bacısı. Sonra dördüncüdə deyirik ki, deməli nəsraniyu, hum, əm yəhudun. Onlar nəsranidir, yoxsa yəhudi. Beşincidə deyirik ki, məscidun, həzə, əm mədrəsətun. Bu məktəbdir, bu məsciddir, yoxsa məktəb. Altıncıda deməli, burada olacaq həzihi, dəqiqə, səyyaratul mudiri, həzihi, əm səyyaratul müdərrisi. Burada da deyir ki, bu müdürün maşınıdır, yoxsa müəllimin maşınıdır. Yedincidə, mütəzəvvicun, əntə, əm azəbun. Sən evlisən, yoxsa subay. Səkkizdə, xalətükə hunnə, əm əmmətükə. Sənin bibilərin, xala verir, daha doğrusu sənin xalaların. Onlar sənin xalalarındır, yoxsa bibilərin. 9-da Pakistanu huvə əm İranu. Deyir ki, o Pakistanlıdır, yoxsa İranlı. 10-da qaribun bəytukə əm bəyidun. Deyir, sənin evin yaxındır, yoxsa uzaq. Sonra gəlirik zu-la bağlı. Zunun da qaydasını izah elədik ki, sahiblik bildirir. Li, lu şəkilsiz kimi istifadə olunur. İndi baxaq, deyir ki, nümunədə cümlələrdə mudirunə zu qamətin tavilətin. Bizim bir müdürümüz hündür qamətlidir. Bax, li, qamətlidir. İkinci, həzə dəftəru zu varaqin müsəttəratin. Yəni, müsəttarin. Burada da nədir? Deyir ki, bu dəftər mil vərəqlidir. Li var orada. Mil vərəqlidir. Sonra, Əhmədu talibun zu ilmin və xuluqin. Deyir ki, Əhməd deməli, elmli və əxlaqlı tələbədir. Dördüncüdə nə deyir? Həzəl qamisuzu kummin qasirin. Əvvəl bura qədər tərcümə eləyək. Deyir, bu köynək, yəni bu köynəyin deyir qolu qısadır. Yəni bu köynək qısa qoldur. Belə gedir. Bu köynək qısa qoldur. Və zəkə zu kummin tavilin. Və deyir, o uzun qoldur. Burada zəkə orta uzaqlığı bildirir. Zəlikə uzağı bildirir. Zəkə isə orta uzaqlığı bildirir. Sonra 5-cidə Əl-məscidul ləzi fi həyyinə zu mənaratin. Burada hərəkə səhvi var. Minaratin vahidətin. Deyir ki, bu məscidin, yəni burada hansı məsciddən gedir? Qəsəbəmizdə. Qəsəbəmizdəki deyir məscid, məscidin bir minarəsi var. Belə götürülür. Bir minarəlidir və yaxud da deyir, deməli, qəsəbəmizdəki, əlləzi, qəsəbəmizdəki məscid bir minarəlidir. 9-cu. Burada da zu ilə bağlı bizə cümlələr verir və boşluqlara da uyğun olan
zəvətu və yaxud da zu bunları istifadə edərək boşluqlara qoyacağıq. Birincidə həzə talibu zu xuliqin. Bu tələbə əxlaqlıdır. B bəndində həuləi tulləbu zəvu xuliqin. Bu tələbələr deməli əxlaqlıdırlar. Baxın, zu təkdədir kişi cinsində, zəvu cəmdədir kişi cinsində. İndi cimbəndinə baxaq. Həzi talibətu zətu xuliqin. Bu tələbə əxlaqlıdır. Zətu qadın cinsinin təki üçün istifadə olundu. Həuləi talibətu zəvatun xuluqin. Bu tələbələr əxlaqlıdırlar. Burada da artıq zəvətu qadın cinsinin cəmi üçün istifadə olunur. Aşağıda həzər raculu zu məlin kəsirin. Bu kişi çoxlu mal sahibidir. B bəndində olacaq. Deməli, həuləir ricalu zəvu məlin kəsirin. Bu kişilər çoxlu mal sahibidirlər. Cim bəndində burada qadın cinsinə qoyacağıq. Həzihil mər'atu zətu məlin kəsirin. Bu qadın çoxlu mal sahibidir. D bəndində həuləin nisəu zəvatu məlin kəsirin. Bu qadınlar çoxlu mal sahibidir. Sonra görək nə var burada. İndi burada ləallə ümid edirəm mənasında istifadə olunacaq. Biz necə innəni ismi cümlələrə daxil etdiksə, ləalləni də həmin qaydada ismi cümlələrə daxil edərək boşluqlarda yerləşdirəcəyik. Məsələn, huva, böyüdək biraz. Huva bi xayrin. O yaxşıdır. Amma desəm ki, ümid edirəm ki, o yaxşıdır. Ləalləhu bi xayrin. Ümid edirəm ki, o yaxşıdır. Burada alt-alta oxuyacağım ki, böyüdüm ki, yaxından görə biləsiniz. Hiyə bi xayrin. O yaxşıdır qadın cinsində. İndi deyirəm ki, ləalləhə bi xayrin. Ümid edirəm ki, o yaxşıdır. Əntə bi xayrin. Sən yaxşısan. Ləalləkə bi xayrin. Ümid edirəm sən yaxşısan. Ənti bi xayrin. Sən yaxşısan. Deyirəm ki, ləalləki bi xayrin. Ümid edirəm ki, sən yaxşısan. Ənə nəcihun. Mən uğur qazandım. İndi burada deyirəm ki, ləalləni nəcihun. Ümid edirəm ki, mən uğur qazandım. Əl-mudiru fil ğurfətihi. Ümid edirəm, daha doğrusu burada deyir, təkdə verirdi ki, müəllim öz otağındadır. Deyirəm ki, indi ləalləl mudira fi ğurfətihi. Ümid edirəm ki, müəllim öz otağındadır. Buradan baxaq indi. Hum nəci, deməli, hum bi xayrin. Onlar daha doğrusu yaxşıdır. Ləalləhum bi xayrin. Ümid edirəm onlar yaxşıdır. Hunnə bi xayrin. Hunnə bi xayrin. Qadın cinsində onlar yaxşıdır. Ləalləhunnə bi xayrin. Ümid edirəm ki, onlar yaxşıdır. Əntum bi xayrin. Siz yaxşısınız. Olacaq burada ləalləkum bi xayrin. Ümid edirəm siz yaxşısınız. Əntunnə bi xayrin. Qadın cinsinin cəmi üçün siz yaxşısınız. Olacaq ləalləkunnə bi xayrin. Ümid edirəm siz yaxşısınız. Sonra nəhnu nəcihuna. Biz uğur qazandıq. Olacaq deməli ləallənə nəcihuna. Ümid edirəm biz uğur qazandıq. Əl-ixtibəru səhlun. İmtihan asandır. Deyirəm ki, ləalləl ixtibara səhlun. Yəni, ümid edirəm imtihan. Çalışmamıza baxaq. Qalin və qaliyyətin. Yəni, burada baha sözünün həmişəm qadın cinsində elə bir şey tapşırıqlarıdır. Onları işləyək, baxaq cümlələrə. Həzəl qələmu qalin. Qalin kişi cinsində, çünki qələm kişi cinsində olduğuna görə qalin verir. Deyir, əsluhu, yəni onun əsli qaliyundur. Qaliyun, amma biz onu qalin kimi deyirik. Bu qələm bahadır. Qadın cinsində isə qaliyyətin olacaq. Həzihi səatu qaliyyətin. Saat qadın cinsində olduğuna görə qaliyyətin oldu. Bu saat bahadır. İndi cümlələrə baxaq. Əl-kutubul arabiyyətu. İndi ərəb dili qadın cinsində olduğuna görə qaliyyətun olacaq. Qaliyyətun fi bələdinə. Bizim dil ölkəmizdə ərəb dili kitabları bahadır. İkincidə. Həzəl kitabu raxisun.
Yəni burada kitabdan danışır. Bu kitab ucuzdur. Və zəkə qalin. O isə bahadır. Sonra burada həm də ki zəkə orta uzaqlığı bildirir. Zəlikə tamam uzaqlığı bildirir. Zəkə isə orta uzaqlığı bildirir. Üçüncüdə həzəl mucəmu bi miəti riyalin. Deyir ki bu lüğət deməli bir miətin nə idi? Keçmişdik. Deməli bu lüğət 100 riyaldır. Sonra indi burada lüğət sözü kişi cinsində olduğuna görə huva qalin. O bahadır. Sonra gəlirik dördüncüdə həzihil həqibətu. Bu çanta qaliyyətun olacaq. Çünki həqibətun qadın cinsindədir. Bu çanta bahadır. Növbəti çalışmamızda burada qaydada keçmişdi. İndi isə tapşırıqda baxaq. 100 və 1000 sayları. 100 və 1000 saylarında miyyətu 100 deməkdir. Əlfun isə 1000 deməkdir. İstəyir özündən sonra gələn isim qadın cinsində olsun, istəyir kişi cinsində olsun, fərqi yoxdur. Hər iki halda olduğu kimi qalacaq. Miyyətu raculin 100 kişi, miyyətu mər'atin 100 qadın. Özündən sonra gələn isim kəsralı gəlir və təklə gəlir. Buna da diqqət eləyək. Əlfu deməli raculun. Əlfu 1000 deməkdir. 1000 kişi. Əlfu imraatin 1000 qadın. İndi misallara baxaq. Həzə tilfəzu bi əlfi belə olacaq. Bi əlfu riyalin. Bi əlfu riyalin. Deməli bu televizor 100 riyaladır. Sonra indəyə burada yəni məndə var. Məsələn 1000 sözün yenə də verir. Olacaq əlfu dolərin. Məndə 1000 dollar var. Fi həzəl kitəbi miətu safhətin. Deyir bu kitabda 100 səhifə var. Bikəm həzihil həqibətu. Bu çanta neçəyədir? Hiyə 100 verir bizə. Hiyə bi miəti riyalin. Bu çanta 100 riyaldır. 5-ciyə baxaq. Fi həzihil kulliyyəti. Yenə 100 sözün verir. Miətu talibin. İndi necə tərcümə edirik? Deyir ki, bu kulliyyətin fakültədə 100 tələbə var. Min Pakistana, yəni Pakistandan. Və miətu talibin min İndonesiya. Və deyir ki, İndoneziyadan 100 tələbə var. Aşağıdakı tapşırıqda nə deyir bizə? Verilmiş sözlərdən istifadə edərək cümlələr qurun. Yəni bu tapşırığı artıq sizə verirəm. Özünüzdən cümlələr qurarsınız. Sonra aşağıda lüğətimiz var, yeni sözlər. Zəkalı, zəkiyun, cəmi əskiyəu. Varlı, qaniyun, cəmi əğniyəu. Əxlaq, xuluqun, cəmi əxləqun. Rupi, rubiyyətun, cəmi rubaviyyun, daha doğrusu rubiyyətun. Subay, azəbun, cəmi əzəbun. Yəhudi, yəhudiyyun, cəmi yəhudun. Evli, mutəzəvvicun. Lüğət, mucəmun, cəmi məcimun. Dollar, dolərun, cəmi dolərun. Daha da doləratun. Səhifə, safhətun, cəmi safəhətun. Uğur qazanmış, nəcihun, cəmi nəcihunə. Köynəyin qolu, kummun, cəmi əkməmun. 100, miətun, 1000, əlfun, baha qalin. Bu da bizim birinci dərsimizin tapşırığı.